Başına mükafat qoyulan, uzaq sahillərdə Mikhailo kimi məşhurlaşan əfsanəvi partizan Mehdi Hüseynzadə 1918-ci il dekabrın 22-sində Bakının Novxanı kəndində doğulub. 5 yaşında atasını, daha sonra isə anasını itirən Mehdini bibisi böyüdür. Məktəb illərindən ədəbiyyatla maraqlanır, şeir yazır, dram dərnəyinə gedir. Eyni zamanda görkəmli bəstəkar Səid Rüstəmovdan tar, piano dərsləri alır. Özünü bir sıra sənət sahələrində sınasa da, istedadlı gəncin ən böyük arzusu rəssam olmaq idi. Bu məqsədlə o Bakı Rəssamlıq Məktəbinə daxil olur. Təhsilini Leningrad Rəssamlıq Akademiyasında davam etdirmək üçün 2 dəfə imtahan verir, amma cəhdləri uğursuz alınır. Mehdi ali təhsilini Leningrad Xarici Dillər İnstitutunda alır. 1941-ci ildə 2-ci Dünya müharibəsi başlayanda səfərbərliyə qoşulur. Tbilisi Hərbi Piyada Məktəbinə göndərilir. Burada xüsusi təlim keçərək leytenant rütbəsi alır və cəbhəyə gedir. Stalingrad uğrunda döyüşlərdə minatanlar tağımının komandiri kimi iştirak edir. 1942-ci ilin iyununda Kalat şəhərində ağır yaralanaraq əsir düşür və Poltava vilayətinin Mirqrad şəhərində yerləşən Azərbaycanlılardan ibarət 162-ci Türkistan diviziyasına daxil edilir. Həmin legionda onun komandiri İtaliya və Yugoslaviya azadlıq hərəkatının qəhrəmanlarından biri Cavad Həkimli ilə tanış olur. Onlar bir neçə legionerlə birlikdə düşərgədən qaçır, Adriatik sahillərində döyüşən partizanlara qoşulurlar. Yugoslaviya Xalq Azadlıq Ordusunun Gradnikov adına briqadasında Sloveniya torpağında Alman faşistlərinə qarşı mübarizə aparırlar. Burada Mikhailo ləqəbi ilə tanınan Mehdi xüsusi kəşfiyyat diversiya qrupuna başçılıq edir. O xüsusi intellekti ilə seçilən, gözəl natiqlik qabiliyyətinə malik bir şəxs idi. Alman, fransız, italyan, sloven dillərində sərbəst danışır, kəşfiyyat zamanı rəssamlıq bacarığından ustalıqla istifadə edirdi. Bəzən Alman zabiti formasında, bəzən isə kəndli geyimində əməliyyata çıxan Mehdi şəhər və kəndlərdə sərbəst gəzir, partizanlara lazım olan kəşfiyyat xəbərləri toplayır. Sonra isə ya özü tək başına, ya da dəstəsi ilə diversiyalar həyata keçirir. Bir dəfə Sejanda Gestapo mayoru Şultsun dəstəsi Mikhailonu tutur. O özünü rəssam kimi qələmə verir və heç kim ondan şübhələnmir. Şahidlərin sözlərinə görə Mehdi Hüseynzadə müxtəlif əməliyyatlar zamanı minə qədər faşist məhv edir. Onların əksəriyyəti zabitlər olur. Hər vasitə ilə Mikhailonu ələ keçirmək istəyən faşistlər onun başına mükafat təyin etsələr də yaxalaya bilmirlər. 1944-cü il noyabrın 2-sində Vitovle kəndində həlak olmuş Mehdi Hüseynzadənin ölümü ilə bağlı bir neçə fərziyyə var. Cavad Həkimlinin xatirələrində Almanlar onları mühasirəyə alan zaman Mikhailonun qaçmağa cəhd göstərərkən yaralandığı və əsir düşməmək üçün özünü vurduğu deyilir. Digər fərziyyəyə görə Mehdi Hüseynzadənin gizləndiyi ev qəfildən Almanlar tərəfindən mühasirəyə alınır. O pəncərədən tullanır və bu zaman snayper gülləsinə tuş gəlir. Ağır yaralanan Mikhailo kənddən çıxsa da çoxlu qan itirdiyinə görə həlak olur. Kənd sakinləri onu Vitovledə dəfn edirlər. Amma kənd Almanların nəzarətində olduğundan partizanlar Mikhailonun nəşini oradan çıxarır, Çepovan qəsəbəsindəki qardaşlıq qəbirstanlığında dəfn edirlər. İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqı rəhbərliyi müharibədə əsir düşmüş şəxslərlə bağlı araşdırmalara başlayır. Partizan Mehdi Hüseynzadə barədə məlumatların toplanması da bu dövrə təsadüf edir. O 1957-ci ildə Sovet İttifaqı qəhrəmanı adına layiq görülür. 1973-cü ildə Bakıda Mehdi Hüseynzadənin heykəli ucaldılır. İmran Qasımov və Həsən Seyidbəylinin eyni adlı əsəri əsasında onun qəhrəmanlığından bəhs edən Uzaq Sahillərdə filmi çəkilir. Əfsanəvi partizanın xatirəsi döyüş yolu keçdiyi İtaliya və Sloveniyada da böyük ehtiramla anılır. Sloveniyalı yazıcı Peter Amalietti Mikhailonun tək başına qisası 2 cildlik romanını Mehdi Hüseynzadəyə həsr edir. Sloveniyada həlak olduğu yerdə onun büstü qoyulur, torpağa tapşırıldığı Çepovan kəndində memorial kompleksi hazırlanır.